Mən Kərimova Gülbəniz, İsmail rayonu Qalıncaq kəndindən gəlmişəm. Azər doktorun gözəl həkim olduğunu eşitmişəm, gəlmişəm. Bugün zob əməliyyatı olacaq inşallah. Əminəm ki, bu əməliyyatdan rahatlıqla çıxacağam, öz sağlığıma qovuşacağam. Çox böyük şikayətlərim var idi. Həddindən artıq çox təngi nəfəsliyi, ürək döyülməsi, boğulmalar, yuxusuzluq, əməlləri, ondan sonra həddindən artıq əsəb keçirmək, biz həyəcanlanmaq və s. Yəni şikayətlərim böyük idi. Sağ olsun Azər həkimlə danışdım, məni qəbuluna yazdı, qəbul etdi və bu gün də əməliyyata artıq hazırlaşırıq, əməliyyata girəcəm. Çıxdıqdan sonra da inşallah Azər doktora təşəkkürümü indidən də bildirirəm, çıxdıqdan sonra da təkrarən bildirəcəm. Sən çəkirsən? Bəli. Alanda əməliyyatımız tamamlanmaq üzrədir. Qalxan vali vəziyyənin sağ bayından döş qəfəsinə doğru uzanan böyük bir düyün var idi. Bu, həm uzun ailəsi ilə, həm də komputer tomoqrafiya vasitəsilə təsdiqlənmişdir. Və əməliyyatımız total tiroidektomiya, yəni vəznin tam xaric olunması əməliyyatı planlaşdırıldı. Bu döş qəfəsinə daxil olan hissədir, xaric etdiyimiz hissə, bu hissə. Bu vəzdir, bu hissə döş qəfəsinin içərisindədir, bu hissə. Bu da digər paydır. Yəni, hər iki pay tam olaraq xaric olundu. Belə olmalı. Yəni, sol pay, ismus isə sağ pay. Və döş qəfəsinə doğru uzanan hissə budur. Və əməliyyat neuromonitorla səs cihazına icra olundu. Yəni, hər iki tərəfdə səs telləri yoxlanıldı. Videomuz bağlı. Burada sinir açıq aydın görsəniz. Sinirdir. Və əməliyyat uğurla yekunlaşdı. Hər iki tərəfdən səs teli qorunuldu. Allah xəstədə şəfa versin. Xəstə özlə demişik ki, əməliyyatın videosunu çəkin. Əməliyyatın bu hissəsini çəkdi. Əməliyyatdan sonra da bir müsahibə verir. Artıq biz Gülbəniz xanımın əməliyyatından neçə saat keçdi, neçə də vermişdik palataya? 11-də, 12-nin yarısı deyək ki, 12-nin yarısı palataya verilmişdi və indicə saat 6 işləyib. Artıq 5 saata yaxınca vaxt keçib və pasiyent gördüyünüz kimi ayaq üstədir. Necəsiniz? Nə tər hiss elədiniz? Nəsə bir şey hiss elədiniz? Heç bir şey hiss eləmədim. Qorxurdum ki, necə olacaq. Böyük bir Amma zor çox çıxır. şükür ayaq üstəyəm, götürdüm bundan, danışa da bilirəm. Rahatsız. Mən qida da qəbul etmişəm. İsmail rayonundan gəlmişsiniz də? İsmail. Necə oldu bu rayonu seçdiniz? Yəni bizim komandanı seçdiniz? Şimdi sizi internette izləyirdim. Zob xəstə ilə maraqlanırdım, sizi tutdum internetdə. Evet, bir dənə evə baxdım. Üz cizgiləriniz o qədər mənə belə şirin gəldi, xoş gəldi. Tanış elə böyəcə ömür boyu mən sizi tanımışam. Belə bir şey gəldi, mənə hissiyat gəldi. Necə razı qaldınız bu işinizdən? Razı da qaldım. İnşallah gələcəkdə də tam razı olacağım, bilirəm, əminəm. Buradan bəzi pasiyentlər oldu, qorxulur əməliyyatdan. Mən də qorxurdum. Amma qorxmağa əsas yoxdur da. Amma bir dənə fikirləşdim ki, əvvəl keçirdiyim əməliyyatın yanında bu əməliyyat yəqin ki, heç nə olar da belə fikirləşdim. Çünki 3 ay bundan əvvəl ağır əməliyyat keçirmişəm, onkoloji əməliyyat oldu. Çox sağ olun. Ona görə qorxurdum. Burada pasiyentlərimizə bildirək ki, qorxmağa ehtiyac yoxdur. Qorxmağa heç bir ehtiyac yoxdur. Sadəcə deyib, çox gözəl danışıram da. Sabahda drenajı çıxarırız. Rahat nəfəs alıram hətta. Mən nəfəs ala bilmirdim. Böyük idi, düyün böyük. Siz əməliyyatda çəkmişim. İndi əməliyyatı da onların hamısını bir video olaraq əməliyyatdan öncə əməliyyat girişi və əməliyyatdan sonra çəkir. İşinizi alan biləsin, uğurlarınız bol olsun. Gözəl nəticələriniz həmişə davam etsin. Çox sağ olun. Sizin xeyirlərin Allah qəbul etsin inşallah, hər şey yaxşı olar. Allah kömək olsun, sizə də keçmiş olsun. Sabahda Allah olsun yola salacağım buradan düz İsmailiyyə.
Saxlamaq üçün. Sağ ol.